Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni mətbuat katibi təyin olunub. Xülyas Sabirli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, o daha əvvəl Fransız Azərbaycan Universitetinin mətbuat katibi vəzifəsində çalışıb. Daşkəsən rayonunun bəzi ərazilərində qarlı hava şəraiti müşahidə olunur. Şahvələdli və Əhmədli kəndlərində 8-10 sm, Molla Həsənli kəndində 4 sm qar, rayon mərkəzinə isə qar və sulu qar yağıb. Məlumat üçün bildirək ki, artıq bir neçə gündür Gəncə və Qərb bölgəsinə intensiv yağışlar yağır. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda dağlıq ərazilərdə Daşkəsən, Xınalıq, Qırızda qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıqda 78 sm-dir. Məlum olduğu kimi, son günlər temperaturun kəskin enməsi nəticəsində bir sıra ərazilərə, o cümlədən şimal rayonlarına qar yağıb. Şahdağ Ağurpəyə bürünüb, yağan qarın hündürlüyü təxminən 30 sm-ə yaxındır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə Xınalıqda 37 sm, Qırızda 30 sm, Qusarda 17 sm, Altağac, Xaltan, Gədəbəy, Kəlbəcər, Laçın, Şuşa, Daşkəsəndə 1-5 sm qar yağıb. Вот оно.